Yəni təkcə, kitabı oxuyub həmin o kitabdakıları yadda saxlamaq yox, o kitabda nə demək istəyir? Məsələn, bir mətni oxudunuz, o mətnin, sadəcə əzbərini danışmaq yox, sən bu mətndə nəyi başa düşdün və daha çox, mən, seanslarda, suallar verirəm ki, siz bu hekayədən nəyi başa düşdünüz? Yəni bu hekayəni mən danışmalarını istəmirəm. Daha çox nəyi başa düşmələrini soruşuram ki, orda əzbərdən çox mənə, orda onlara maraqlı gələn nə olub? Bu maraqlıdır və insan yaddaşı bu cürdür ki, bir məsələyə, bir alana yönəlir daha çox. Yəni onun üzərində daha inkişaf etdirir özünü, və görürsüz ki, siz bir alana, bir sahəyə yönəldikcə digər sahələr yavaş-yavaş, önəmini itirir. Yəni əsasən o sahəyə siz yönəlirsiniz çünki. Ona görə də 5 sahədənsə bir sahəni öyrənmək, yəni əgər hafizə probleminiz varsa, daha asan ola bilər sizin üçün. Şeir öyrənmək, yəni əzbər eləmək də sadəcə əzbəri yadda saxlamaq cəhətdən yox, mexaniki yaddaşı üst plana çıxartmaq üçün yox, sadəcə beyin məşqi eləmək üçün. Burada əzbərləmək bəzən, beyin məşqidir də. Beyni hərəkət elətdirmək lazımdır ki, beyin əzələləri, yəni hafizə də daha çox güclənsin.